bugünkü mövzumuz gün rejimi. Yazaq. Deməli, nədir gün rejimi? Ümumiyyətcə, rejim nədir? Gün rejimi. Ümumiyyətcə, bağçamızın olmazsa olmazı, valideynlərin ən çox maraqlı gəldiyi, yəni eyni zamanda tərbiyəçilərin mütləq şəkildə saatla, düzgün şəkildə uyğunlaşdırılması gerəkən nədir? Gün rejimidir. Rejim nədir? Rejim uşağın necə qidalanması, hansı saatda yatması, hansı saatda gəzintiyə çıxır, hansı saatda qidalanır, hansı saatda məşğələlərdə iştirak edir. İndi biz ayrı-ayrılıqda öyrənməliyik ki, gün rejiminin komponentləri nələrdir və həmin komponentlərin də üstün cəhətləri hansılardır? Yəni, üstün cəhətlərində faydası. Təbii ki, uşaq rejimlə getsə daha faydalı olar. İstər evdə, istərsə də bağçada. Birinci növbədə, gəlin indi gün rejiminin biri nədir? Deyək ki, yuxu. Yuxu. Yuxunun əsas faydası nədir uşaqlar üçün? Adi bax, heç uşaq olmasın, biz böyüklər olsun. Birdən olur ki, məsələn, yuxumuz az olanda, düzgün yatmayanda, istər gecə yuxusu, istər səhərdir, düzgün yatmayanda sinirlər pozulur. Elə deyil mi? Bəli. Demək, yuxu nədir deyəndə deyəcək ki, sinir sistemlərinin düzgün şəkildə fəaliyyətini təmin edir. Sinir sisteminin düzgün şəkildə fəaliyyətini təmin edir. Düzgün fəaliyyət yazar. Fəaliyyəti. Sonra, bəli, haradakı görsəz, baş beyin quruluşunun düzgün şəkildə, funksional şəkildə bərpa olunması. Buradan yazıram, baş beyin, sinir baş beyinə aiddir, elə deyil mi? Baş beyin sisteminin tam formalaşması üçün uşaq nə etməlidir? Rejimlə yatmalıdır. Tam formalaşması. Demək, yuxunun faydası nə oldu uşaqlar üçün? Sinir sisteminin düzgün fəaliyyəti və baş beyin sisteminin tam formalaşması. İkinci, gəlirik açıq havada qalma. Biz buna nə deyirik eyni zamanda? Açıq, bəli. 4 saat, yarım 5 saat. Yox, o oyundur. Açıq havada qalma. Açıq havada qalma. Uşaqlar açıq havada qalarsa, uşaqda nə formalaşar? Təbii ki, nə olar? Ultrabənövşəyi şüa çatışmazlığı, D vitamini ilə zəngin olar, elə deyil mi? Yazılıb buna açar söz kimi ultrabənövşəyi şüa çatışmazlığının qarşısı alınır, elə deyil mi? Çatışmazlığının qarşısı alınır. Deməli, əgər uşaq açıq havada qalarsa, uşaqlarda D vitamini tam şəkildə, D vitamini ilə zəngin olar, sağlam orqanizmə sahib olar. Demək, bunlar hamısı PDF-də birdən məlum olar ki, burada hansınıza qeyd etmədim, PDF-ə mütləq baxın, izaha da oradakı. Demək, açıq havada qalmanın uşaqlar üçün faydası ultrabənövşəyi şüa çatışmazlığının qarşısı alınır, D vitamini ilə uşaq zəngin olar. Sonra, gəlirik tədris məşğələlərinə. Tədris məşğələsi. Artıq tədris məşğələsi uşağa nə öyrədilir? Təhsil veririk, təlim veririk, məşğələlərdir. Ondan sonra bütün bacarıqlardır, inkişaf sahəsi, 4 inkişaf sahəsinin hər biri, hamısı uşaqların bacarıqları. Bunların hamısı aiddir tədris məşğələlərinə. Demək, tədris məşğələləri, bacarıqları erkən yaşlarda məşğələ formasında keçirilmir, elə deyil mi? Birinci və ikinci kiçik qrupda. Bəs nə formasında keçirilir? Oyun formasında, bəli. Demək, tədris məşğələləri erkən yaşlarda oyun xarakteri daşıyır. Yaşlarda oyun. Aha, bu oldu tədris məşğələsi. Sonra, növbəti komponent nə olar? Deyim, mənə kömək edin. Nə edir uşaqlar? Oyun oynuyor. Qidanı yazsam, oyun çünki əsaslı, oyunu sonunda yazacağım. Qida. Uşaqların nə idi bu qida? Yeməyi idi, elə deyil mi? Yeməyi. Uşaq sağlam qidalanarsa, özü də sağlam olar. Düzgün qidalanarsa, orqanizmi də gözəl olar. Belə deyək, ümumi şəkildə immunitet sistemləri də tam şəkildə zəngin olar. Və qida əsasla uşaqda gigiyena qaydalarına əməl etməyi öyrənirlər.
öyrənirlər. Masa arxasında davranış qaydalarını bilirlər, gigiyena qaydaları. Bir də ki, sağlam orqanizm. Sağlam orqanizm olacaq burada açar söz. Gəzinti olaraq Gəzintidə, bax bu dedik, açıq havada qalma eyni zamanda gəzintidir. Bir dənə gəzintidə, bir dənə də açar sözü nədir? Uşaqların iş rejiminin bərpası. Yəni, məsələn, biz işləyirik də, işdən yorğun çıxıb, açıq havaya çıxanda istərsiniz yorğunluq azalır da, yorğunluq gedir, elə deyilmi? İş rejiminin bərpası, bax, bura yazıram, iş rejiminin bərpası, bu da aiddir nəyə? Açıq havada qalma gəzintiyə aiddir. Aydın olur Fidan müəllimə? Açıq havada qalma gəzintiyə. Sonra 5-ci isə əsas fəaliyyət növü olmazsa olmaz oyunlar. Oyunsuz uşaqları təsəvvür etmək mümkün deyil. Oyun gün rejiminin demək olar ki, çox hissəsini oyun təşkil edir. 4 saat yarım, 5 saat. 5 saat bəli, oyun vaxt verilir, yəni müddət verilir. Oyunda uşaqlar öyrənirlər, istər gigiyena qaydaları olsun, hər tərəfli. Oyun onlar üçün hər şeydir. Oyun dünyasında yaşayır uşaqlar. Oyun dünyasında yaşayır. Bax, bunlar gün rejiminin komponentləridir. Bir də təkrar edək, gün rejiminin komponentləri nə oldu? Qida, oyunlar. Yuxunun uşaqlar üçün faydası nə oldu? Oxuyaq əvvəl. Baş beyin sisteminin tam formalaşması, açıq havada qalmaq, gəzinti. Faydası nədir? Alına, bəli və uşaqlar D vitamini ilə zəngin olarlar. Tədris məşqələri imkan yaşında nə ilə əvəz olunurdu? Oyunlarla, bacarıqlarla, bəli. Qida qəbulu, orqanizm, oyunlar isə uşaqlar oyun dünyasında yaşayır. 4 saat yarım, 5 saat. Bir dənə bunun şəklini çəkərsən, olmasa çəkmişəm. Bir də rejimdə nəyi bilməliyik? Günün birinci və ikinci yarısının prosedurları. Bunu işləyən hər bir müəllimə, xüsusilə də müdürlər bilir. Günün birinci yarısının proseduru nədir? İkinci yarısının proseduru. Fəaliyyəti məşğələləri, səhər gəzinti, axşamında da, üstü da var, sonra qəbul, birinci qəbul. Bəli, yazaq. Gün rejimi, günün, bəli, birinci yarısının prosedurları. Prosedur sözünün də mənası ardıcıllıq deməkdir. Birinci növbədə səhər-səhər uşağı nə etməliyik? Qəbul etməliyik. Uşaqların qəbulu. Gələn kimi uşaqla nə edirik? Gimnastika, səhər idmanı. Sonra nə edirik uşaqlara? Nə veririk? Səhər yeməyi. Səhər yeməyi. Sonra uşaqlar yeyib qurtarandan sonra tərbiyəçi nə edir onlara? Məşğələ keçirir, deyilmi? Tədris məşğələsi. Ay, sağ ol. Sonra gündüz gəzintisi. Sonra gəzib gəlib nə edir uşaqlar? Yatırlar, bəli. Gündüz gəzintisi və gündüz yuxusu. Bu deməli nə oldu? Gündüz yuxusu. Günorta yeməyini burada yazacağım. Günorta yeməyi. Burada əslində yemək 2 dəfə yazılmır da. Orada da yazılmır, ona görə götürmədim. 2 dəfə. Əslində gəzintidən sonra olar. Oraya yerləşdirək, yemək. Yemək yerləşdirək. Amma əslində orada yemək var deyə ikinci yemək yazılmır. Amma yenə də yemək, sonra da gündüz yuxusu. Uşaqların şəkilləri çəkilir, düzdür. Bunun necə edək? İkinci yarısını yazdım, sonra şəkilini çəkək, olar mı? İkinci yarısı. Aha. Gəlir günortadan sonra müəllimə nə edir? Tədricən yuxudan uşaqların yuxudan oyadılması. Duş qəbulu. Uşağın yuxudan oyadılması. Duş qəbulu deyəndə nə gəlir burada? Əl yuyulması. Bəli, yazıram. Elə duş qəbulu kimi də yazılır, yəni bu dildə. Duş qəbulu. Üçüncü, nə edir? Uşaq qidalanır.
qidalanır. Dördüncü nə olur? Oyunlarsa. Aha, asudə vaxtının səmərəli keçirilməsi. Asudə vaxtı səmərəli keçirilir. Sonra axşam gəzintisi. Sonra da yola salınır. Bəli, gəzintisi. Sonra da uşaqların yola salınması. Bu da günün ikinci yarısının prosedurlarıdır. Deməli, əgər desək ki, bax, uşaqların qəbulu hansı sual düşür, diaqnostik qiymətləndirmədə düşmüşdür ki, günün birinci yarısında nə yoxdur, ikinci yarısında nə yoxdur. Birdə var, ikidə yoxdur və yaxud da ikidə var, birdə yoxdur. Bax, uşaqların qəbulu varmı ikidə? Yoxdur. Səhər idmanı varmı? Yoxdur. Səhər yeməyi, ümumiyyətcə qidalanmadsa var. Bax, qidalanma kimi gələcək. Və qidalanma var. Tədris məşğələsi varmı? Yoxdur. Sadəcə asudə vaxtda səmərəli keçməlidir. Oyunlar oynamalıyıq. Əsas da rəsm applikasiya təsviri fəaliyyəti də burada həyata keçirilir. Gəzinti hər ikisində var. Yuxu yoxdur, yola salınma isə birdə yoxdur, ikidə var. Yeni mövzumuz bu qədər.